Deməli uşaqlar biz danışırıq nədən? Termodinamikadan. Biz danışırıq nədən? Termodinamikadan. Başdan bütün qeydləri təkrar, ta ki bugün biz əslində işləm danışmalıyıq da yalnız. Amma başdan bütün hamısını təkrar izah edəcəm. Termodinamikanı öyrənməyə başlayırıq. Birinci biz dərsin adını öyrənməliyik. Termodinamikada nədən bəhs olunur? Termo nə idi uşaqlar? Temperatur. Dinamikadakı hərəkət qanunlarından bəhs edən bir bölmədir. Termodinamika deyəndə temperaturun dəyişməsi ilə baş verən hərəkət qanunlarından öyrənən fizikanın bir bölməsindən söhbət gedir. Bir cismin temperaturu dəyişəndə nə baş vermiş olur? Bir cismin temperaturu dəyişəndə uşaqlar onun nəyi dəyişirdi? Xatırlayırsınız? Daxili enerjisi dəyişirdi. Ümumiyyətlə bir cismin daxili enerjisi nədir? Gəlin, birinci qeydimiz budur. Bunu öyrənərək başlayaq. Salam. Deməli, bir cismin daxili enerjisi U hərfi ilə işarə olunur və enerji olduğuna görə, xatırlayırsınız, biz enerjini normalda hansı hərflə işarə edirdik? Y ilə. Və vahidi nə idi? Joule idi. Onda belə çıxır ki, cismin daxili enerjisinin vahidi nə olmuş olacaq? Elə Joule olmuş olacaq. Bəs daxili enerji deyəndə nə başa düşməliyik? Fərz edin ki, bu maddədir. Düşünün ki, maddədir. Maddənin daxilində nə var uşaqlar? Molekullar. Və bu molekullar nə edir? Xaotik, nizamsız hərəkət edir. Hərəkət edən bir cismin nəyi olur? Kinetik enerjisi. Onda bu cismin daxilində nə var deyə bilərik? Kinetik enerji var deyə bilərik. Çünki kinetik enerjinin düsturu nədir? mv kvadratı bölü 2. Deməli, bu cismin daxilində hansı enerji var? Kinetik enerji. Niyə? Çünki MK'nin birinci müddəasında deyilir ki, bütün maddələr molekullardan ibarətdir. İkinci müddəasında deyilir ki, bu molekullar xaotik hərəkət edir. İndi biz enerjidə keçmişdik ki, hərəkəti göstərən deməli enerji nədir? Hərəkət varsa hansı enerji olur və sürət olanda hansı enerji olur? Kinetik. Onda bir cismin daxilində hansı enerji var deyə bilərik? Kinetik enerji var deyə bilərik. Eyni zamanda bir cismin daxilində molekullar var və MK'nin üçüncü müddəasında biz deyirdik ki, bu molekullar arasında nə var? Cazibə və yaxud da itələmə. Cazibə və yaxud da itələməni xarakterizə edən enerji nə idi uşaqlar? Potensial enerji idi də. Onda bunun daxilində həm də nə var deyə bilərik? Potensial enerji var. Çünki biz demiş ki, yer səthində istənilən ki, cisim, zərrəcik, toz zərrəciyi arasında da nə var? Cəzb etmə var. Cazibəni xarakterizə edən enerji də nədir uşaqlar? Potensial enerji. Ona bir cismin daxilində, yəni daxili enerjisi, onun nəyindən ibarətdir? Onu təşkil edən molekulların hərəkət enerjisi olan kinetik enerji, bir də nədən ibarətdir? Cazibəsini, cəzb etməsini xarakterizə edən nədən ibarətdir? Potensial enerjidən ibarətdir deyirik. Yəni, bir cismin daxili enerjisini təyin edəndə uzun sözün qısası yadda saxlayırıq ki, nəyi var? Kinetik enerji, bir də potensial enerji. Bu istənilən maddə üçün nədir? Uşaqlar keçərlidir. Sırf qazlardan danışsaq, siz bilirsiniz ki, ideal qazın bizim 4 qeydimiz var idi ki, ideal qaz nə idi? O qeydlərdən biri də bu idi ki, molekullar arasında nə yoxdur? Cazibə. Cazibə yoxsa, yəni özünüz düşünün, atmosferdəki qaz molekulları arasındakı cazibə nəzərə alınmayacaq dərəcədə kiçikdir desək daha düzgün çıxar. Nəzərə alınmayacaq dərəcədə nədir uşaqlar? Molekullar arası cazibə kiçikdir. Cəzb etmək kiçiksə cazibəni xarakterizə edən potensial enerjini nə götürəcək? 0. İndi uşaqlar, bax bir molekulun kinetik enerjisini biz nə adlandırırdıq? Orta kvadratik kinetik enerji adlandırırdıq da, elə deyil. Bir molekulun kinetik enerjisini orta kvadratik kinetik enerji adlandırırdıq və düsturdakı 2'də 3 KT idi. Cazibə nəzərə alınmayacaq dərəcədə kiçikdirsə Nahid, onda burada ki bir molekulun enerjisi Y, yəni orta kvadratik kinetik enerjidirsə və bunun içərisində n sayda görürsünüz, yəni saya bilmirik də, n sayda nə var? Qaz molekulu var. Onda daxili enerjisi üçün nə deyə bilərik uşaqlar? Y vurulsun n-dir deyə bilərik. Hətta y-ni biz nə cür açarıq? 2'də 3 kt vur n deyə bilərik. Problem var. Sonra biz xatırlayırsınız, maddə miqdarı üçün belə bir düstur keçmişik. N bölünsün nə idi uşaqlar? Na idi. Yəni maddə miqdarı nə idi? Molekulların sayının Avogadro sabitinə olan nisbəti idi. Biz buradan n-i tapanda fikir verirsiniz, n nəyə bərabər olurdu? N vurulsun na-ya. İndi n-in yerinə gətirib biz n vurulsun nə yaza bilərik? Bax, bu n-in yerinə n vurulsun nə yaza bilərik uşaqlar? Na.
nü vurulsun, NA yaza bilərik. Nəyin yerinə NA? NA vur K da bizim nəyimizin düsturuydu? Universal qaz sabitinin. Yəni Boltzmann sabitini Avogadro sabitinə vuranda nəyi alırdıq? Universal qaz sabitini. Uzun sözün qısası alırıq ki, nə? 2-də 3 deməli K-nı NA-ya vuranda 2-də 3 nü RT düsturunu almış oluruq. Nü RT nəyə bərabər idi? PV-yə həm də nə yaza bilərik? 2-də 3 PV. Uzun sözün qısası. Bax, mən bunları silirəm. Print screen götürürsünüz ekrandan. Deməli, söhbət nədən gedir? Qazın halını göstərən tənlik var idi. Mendeleev-Clapeyron tənliyi deyirdik. PV bərabər idi nəyə? Nü RT-yə. Mendeleev-Clapeyron tənliyi deyirdik. Sadəcə belə yadınızda saxlayın ki, bunun qabağına 2-də 3 əmsalını atanda nəyin tənliyi olur? Daxili enerji dəyişməsinin tənliyi olmuş olur. Hətta maddə miqdarının bir düsturu da var idi. Maddənin kütləsi bölünsün molyar kütlə. Yəni 2-də 3 M böl M RT şəklində nə idi? Düstur idi. İndi uşaqlar, diqqət edin. Bir cismin daxili enerji dəyişməsi delta U nəyə bərabərdir? 2-də 3 PV-yə və yaxud da ki 2-də 3 nRT-yə və yaxud da ki 2-də 3 M böl M RT-yə bərabərdir deyə bilərik. İndi diqqət eləyin bura. Uşaqlar. Biz uzun sözün qısası belə yadda saxlayırıq ki, daxili enerji dəyişməsi üçün düstur nədir? Mendeleev-Clapeyron tənliyinin qabağına nə atırıq? 2-də 3 əmsalını atırıq. İndi biz qapalı qabda qaz molekuları götürmüşük. Biz indi təsəvvürlüyündə biz burada maddənin daxili enerjisini elə buradan isbat, izah etmiş olduq. Sonra siz nəyi yadda saxlamağınız lazımdır? Yəni bu termodinamikanın davamında biz nələri öyrənməliyik? Nələrdən danışmalı? Gəlin riyazi damalı bir dəftər açaq. Burada görürsünüz riyaziyyat sözünü. Yuxarıda. Hamısını deyirsiniz. Yaxşı. İndi danışaq nədən? Burada boşluq tapacaqmı? Danışaq nədən? Tamam. Biz öyrəndik ki, nə öyrənirik, nə dərsi keçirik? Termodinamika. Bizim yadımızda qalmalıdır ki, termodinamikada nədən danışılır? Cismin daxili enerjisindən danışılır. Elə deyil? Bəs biz bir cismin daxili enerjisini neçə cür dəyişə bilərik uşaqlar? 2 cür dəyişə bilərik. Ya cisim üzərində iş görərik, ya da ona nə verərik? İstilik miqdarı verərik. Yəni biz bir cismin daxili enerjisini 2 cür dəyişə bilərik. Ya onun üzərində iş görərik, ya da ona nə verərik uşaqlar? İstilik miqdarı Q vermiş olarıq. Ya onun üzərində iş görərik A işini, ya da ona nə verərik uşaqlar? İstilik miqdarı verərik. İndi uşaqlar iş görməni sonra danışacaq. Birinci danışaq sizinlə onun verilən istilik miqdarından. Yenə deyirəm, bir cismin daxili enerjisini 2 yolla dəyişmək olur. Ya ona istilik miqdarı Q verərik, ya da onun üzərində iş görərik. İstilik vermənin. Uşaqlar neçə növ var idi? 3. ISO. Nə idi? Birincisi nə idi? Şüalanma deyirdik. Şüalanma nədir? Məsəl üçün, hər hansı bir cisimdir. Cismi qoyarıq günəş şüalarının altına. Günəş şüaları başlayar bu cismi nə etməyə? Qızdırmağa. Yəni, bu şüalanmadır. Şüalanmanın özəlliyi nədir uşaqlar? Vakumda da baş verir. Fikir verirsiniz, günəşdən yerə çatana kimi şüalar atmosferdə həmişə hərəkət etmir ki, yerə yaxınlaşandan sonra atmosferdə, artıq atmosferdə, mühitdə hərəkət edir də, amma ona kimi nədir? Havasız mühitdir. Deməli, günəşdən ta ki yerə qədər atmosfersiz bir mühitdir, havasız bir mühitdir. Şüalanma harda baş verir? Həm də vakumda baş verir deyirik. Sonra ikinci deməli üsul konveksiyadır. Konveksiya nədir uşaqlar? Konveksiyanı demişdik ki, məsəl üçün kombidə qızan isti su qızaraq gəlir, atopleniyada hərəkət edərək otağı isidir. Yenə də deyirəm,
kombidə qızan isti su, məsəl üçün burada qızdı isti su, borular boyunca hərəkət edərək gəlir, atopleniyada başlayır otağı nə etməyə? Qızdırmağa. Bu üsul nə idi? Konveksiya. Yəni burada istilik nə ilə daşınır? Maye və qaz axını ilə. İstiliyin bir yerdən digər yerə maye və qaz axını ilə daşınması nə adlanmışdı uşaqlar? Konveksiya adlanmışdı. Konveksiyanı digərlərindən fərqləndirən cəhət nə idi? Enerji ilə yanaşı burada nə daşınır uşaqlar? Maddə daşınması baş verir. Maddə daşınır konveksiyada. Sonra uşaqlar, növbəti istilik vermə növü nə idi uşaqlar? İstilik keçirmə. Şualamanı yazdıq. İstilik keçirmə. İstilik keçirmə. İstilik keçirmə nə idi uşaqlar? Bir maddə götürürük, məsəl üçün. Maddə götürürük. MK'nin birinci müddəası nədir? Maddələr nədən ibarətdir? Molekullardan. Və bu molekullar xaotik nizamsız hərəkət edir. Hansı bir bərk cisim götürək, orada tam nizamsız hərəkət yoxdur. Sadəcə olduğu yerlərdə sanki vibrasiya edirlər. Belə bir hərəkət olur. İndi götürürük bir dənə spirt lampası. Bundan imkanında demişik. Spirt lampası götürürük. Başlayırıq qızdırmağa. Qızdıranda aşağıdakı molekullar nə etməyə başlayacaq? Qızmağa. Aşağıdakılar qızdıqca öz temperaturunu nəyə verəcək uşaqlar? Yuxarıdakı qaz molekullarına verəcək. Başlayacaq nə etməyə? Yuxarıdakılar qızmağa. Bunlar qızıb sonra öz temperaturunu yuxarıdakı molekullara verəcək. Belə-belə istilik çoxdan aza doğru nə etmiş olacaq? Keçmiş olacaq. Buna nə deyirlər? İstilik keçirmə. Aydındır uşaqlar. İstilik vermənin üçüncü növü nə oldu uşaqlar? İstilik keçirmə. Gülməyək. Gülməyək salam atam. Halın gəldi özbə? Sənin gəl atam. Gəl atam. Olsun. Gərək valideynlə qorxusaq siz iştirak edəsiniz dərsdə. Yaxşı. El olsun, sakit. Dərs qeydiyyat alıram. Deməli belə. Bir cismin daxili enerjisinin dəyişməsinin iki yolu var uşaqlar. İstilik verməklə, üzərində bir də nə etməklə? İş görməklə. İstilik vermədən danışdıq. Şüalanma, konveksiya və istilik keçirmə kimi növləri var. Gəlin, bunlardan danışmışkən köyünü də xatırlayaq. Bir cismi qızdıran zaman o istilik miqdarını alır. Bir cismi soyudan zaman o istilik miqdarını verir. Cismin qızan zaman aldığı, soyuyan zaman vermiş olduğu o istilik miqdarına biz nə deyirik uşaqlar? Daxili enerji demiş oluruq. Üzrlü sayın. Yəni enerji deyirik. Yəni cisim qızarkən aldığı, soyuyarkən verdiyi o enerjiyə elə biz nə deyirik? Daha doğrusu istilik miqdarı demiş oluruq. Yəni bir cismi qızdırırıq. Qızan zaman o nə alır? Enerji. Aldığı, soyan zaman isə nə verir? Enerjini verir. Qızarkən aldığı, soyarkən verdiyi enerjinin nə adlandırırıq? İstilik miqdarı. İstilik miqdarını Q hərfi ilə işarə edirik. Bax, Q-nün C delta T deyə düsturu var. Q-nün həm də Cm delta T deyə düsturu var. Bax, Q-nün iki cür düsturu var. C delta T, Cm delta T. Bir cisim qızanda Q alır. Aldığı bu Q nə adlanır? İstilik miqdarı adlanır. İstilik miqdarı adlanır. İndi uşaqlar, buradakı M nədir? M əlbəttə ki, qızan və yaxud da ki, soyuyan cismin nə idi? Kütləsidir. Bunun haqqında çox danışmağa ehtiyac yoxdur. M-in kütlə olduğunu xatırlayırsınız. T nədir uşaqlar bəs? Yuxarıdakına da aiddir. Cisim qızırsa və yaxud da ki, soyursa, nə edir? Temperaturu dəyişir. Həmin o dəyişən nədir uşaqlar? Temperaturdur. Buradakı T nədir? Temperaturdur. Bir daha deyirəm. Q nədir? İstilik miqdarıdır. M nədir? Qızan və yaxud da ki, soyuyan cismin kütləsidir. Delta T nədir? Temperaturdur. Bəs əsas məsələ kiçik C nədir? ISO, xüsusi istilik tutumu. Böyük C nədir? İstilik tutumu. Gəlin onun haqqında da danışaq. Deməli, böyük C istilik tutumudur. İstilik tutumudur. Kiçik C isə xüsusi istilik tutumudur. Xüsusi istilik tutumu. İT deyəcəm. Xüsusi istilik tutumu. Baxın uşaqlar, istilik tutumu nə idi? Gəlin xatırlayaq. İstilik tutumu istənilən kütləli cismi
1 Kelvin qızdırmaq üçün lazım olan istilik miqdarı. Deməli, S nə imiş? İstilik miqdarı imiş. Bəs nə cür istilik miqdarıdır uşaqlar? Və istənilən kütləli bir cismi nə qədər qızdırmaq üçün? 1 Kelvin qızdırmaq üçün lazım olan nədir? İstilik miqdarıdır. Kiçik S nə idi uşaqlar? Sırf 1 kiloqramlıq cismi 1 Kelvin qızdırmaq üçün lazım olan istilik miqdarıdır. Deməli, Q istilik miqdarıdır. Kiçik S və böyük S əslində istilik miqdarıdır. Amma adını adlandırırıq nə? İstilik tutumu. Hər bir cismi qızdırmaq və yaxud da ki soyutmaq üçün lazım olan istilik miqdarı var. Xüsusi istilik tutumu istənilən kütləli cismi xüsusi istilik tutumu sırf 1 kiloqram kütləli cismi 1 Kelvin qızdırmaq üçün lazım olan istilik miqdarıdır. Amma böyük S isə istənilən kütləli cismi 1 Kelvin qızdırmaq üçün lazım olan nədir? Uşaqlar, istilik miqdarıdır. Durub böyük S-ni tapanda S nəyə bərabərdir? Q bölünsün nə yazırıq? Delta T-yə. Bəs vaidin nə çıxaracaq uşaqlar? Buradan tapsaq S-ni Q böl delta T-dir. Vaidin Q-nün yerinə, Q nədir istilik miqdarı? Vaidi nədir? Joule-dur. Yerinə Joule, delta T-nin yerinə isə Kelvin yazacaq. Deməli, istilik tutumunun vaidi nəymiş? Joule bölünsün Kelvin. Xüsusi istilik tutumunun bəs, yəni kiçik S-ni tapanda buradan nə olacaq? Q bölünsün M delta T. M delta T'nin vaidi nə olmuş olacaq uşaqlar? Q-nün yerinə Joule, M-in yerinə kiloqram, delta T'nin yerinə isə nə yazarıq? Kelvin yazmış olarıq. Bu da nə olacaq uşaqlar? Xüsusi istilik tutumunun nəyi? Vahidi olmuş olacaq. Aydındır uşaqlar. İndi bu dərsin, siz bilirsiniz, keçən səfər danışmışdıq, əslində gerisində qalan qeydlər var. Bu gerisində qalan keçən səfər keçdiyim qeydləri mən sonda izah edəcəm. İndi gəlin, bütün uşaqlar gəldiyinə görə artıq bugünkü dərsimizin öz hissəsini, yəni keçən səfər qaldığımız hissədən sonranı keçək. Yəni söhbət gedir iş görmədən. Amma yenə də əvvəlki qeydləri təkrarlayarıq. İndi uşaqlar, biz bayaq dedik ki, termodinamikada cismin daxili enerjisinin dəyişməsi öyrənilir və bir cismin daxili enerjisini iki yolla dəyişmək olar. Ya ona istilik miqdarı verərik, ya da onun üzərində iş görərik. Bu əslində termodinamikanın birinci qanunudur. Termodinamikanın birinci qanunu odur ki, biz termodinamikanı keçirik uşaqlar. Birinci, ikinci, üçüncü qanunları var. O qanunları bir-bir dərsin sonunda üzərində durmuş olacaq. Amma indidən bunu birinci qanunu yadda saxlayaq ki, termodinamikanın birinci qanunu nədir? Deməli, bir cismin daxili enerji dəyişməsi ona verilən istilik miqdarı ilə onun üzərində görülən işin nəyinə bərabərdir? Cəminə. Bu bilirsiniz nəyə oxşayır uşaqlar? Nədir? Məsələn, hər hansı bir daş götürürəm. Bu cismin daxili enerjisini dəyişməyə çalışıram. Bu cismin daxili enerjisini iki cür dəyişə bilərəm. Ya bunun altında bir dənə spirt lampası qoyaram, başlayaram spirt lampasını alovlandıraram. Spirt lampası deyək ki, buna 5 joule istilik verəcək, enerji verəcək. 5 joule enerji verəcək. Mən daha sürətli qızmasını istəyirəm. Burada əlimlə də başlayaram üzərində, əlimlə sürtərək bunu iş görməyə. Deyək ki, əlim də buna 3 joule enerji verəcək. Baxın uşaqlar, həm əlimi sürtürəm bu daşa, həm də ki, spirt lampası ilə nə edirəm bunu? Qızdırıram. Bu zaman deyək ki, spirt lampası 5 joule enerji verir. Əlim isə 3 joule enerji verirsə, bunun daxili enerjisi nə qədər dəyişəcək? Dəyişməsi nəyə bərabər olacaq? 8 joule. Bu 8 joule-u nə cür tapdıq? Ona verilən Q istilik miqdarı, yəni bu Q-dür spirt lampasının və üzərində görülən A işinin nəyinə bərabərdir uşaqlar? Cəminə bərabərdir. Bu termodinamikanın nəyidir uşaqlar? Birinci qanunudur. İndi gəlin, biz dedik ki, bir cismin daxili enerjisini birinci dərsin ilk qeydi iki cür dəyişə bilərik. Üzərində iş görərək, istilik verərək. İstilik vermədən danışdıq. İstilik vermə üç növü oldu. Konveksiya, şüalanma, istilik keçirmə. İndi iş görmədən danışaq. Daha doğrusu, daha dəqiq desək, qazın işindən danışaq. Deyə bilərsiniz ki, bəs qazın işi nə deməkdir? Qaz durub saat 8:30-da işə mi gedir? Yox, uşaqlar, burada söhbət nədir uşaqlar? Bəs bu qazın işi nədir? Qaz iş görməsi nə deməkdir? Gəlin, baxa bir təcrübə tapaq, ona uyğunlaşdırıb izah edək. Məsələn,
Bunu götürək. Tam izah etmək olmasa da onun üzərində azdan çoxdan izah edək. Hər hansı bir maddə götürək. Uşaqlar, baxın. Siz bilirsiniz ki, temperatur versən, bu maddə molekularının temperaturu artdıqca nə artacaq? Kinetik enerjisi. Cismin kinetik enerjisi artanda nə artır? Molekuların hərəkət sürəti. Hərəkət sürəti artır, başlayırlar bunlar nə cür hərəkət eləməyə? Xaotik, nizamsız fikir verirsiniz. Burada temperatur get-gedə artır, hətta demək ki, burada temperatur özümüz daxil edə bilirik, xeyr. Deməli, temperatur get-gedə artdıqca siz artıq bilirsiniz ki, temperaturla kinetik enerji arasında hansı asılılıq var? Düz mütənasib asılılıq. YK nəyə bərabərdir? 2-də 3 KT-yə. Temperatur artanda nə artır? Kinetik. Kinetik enerjinin artması nəyin artması deməkdir uşaqlar? Sürətin. İndi uşaqlar, baxın, xaotik hərəkət eləyib qaz molekulları porşeni nə etməyə çalışır? Yuxarı hərəkət etdirməyə çalışır. Gəlin, bu porşeni biraz aşağı salaq, tam aydın başa düşəsiniz. Baxın, bu birazca aşağı salaq. Belə. Baxın, indi xaotik hərəkət edirlər də, hətta birazca soydaq, bu xaotik hərəkət çox oldu, temperaturu aşağı salaq. Baxın, uşaqlar, indi qaz molekullarının temperaturunu buz daxil edərək görə nə etməyə çalışır qaz molekullarının temperaturu aşağı düşür? Qaz molekullarının temperaturu azaldıqca nəyə azalır? 2-də 3 KT-yə görə kinetik enerjisi. Dolayısıyla nəyə azalmış olur? Sürəti. Sürəti azalırsa, artıq o qapağı var, göstərilən təzyiq nə olur? Get-gedə aşağı düşür. Görürsünüz, yuxarıda atmosfer təzyiqi ilə göstərilir. 28, 25, 17, 14, 13, 12. Müəyyən müddətdən sonra ümumiyyətlə qaz molekullarının sürəti, neon qazı götürmüşük burada. Qaz molekullarının sürəti azalıb artıq porşenə nə etmir? Təsir göstərmir də. Amma biz temperaturu artırsaq, artıranda nə artır? Temperatur artdıqca 2-də 3 KT-yə görə kinetik enerji. Kinetik enerji artdıqca artıq zərbələr endirir də, Zərbələr endirir, başlayır artıq qaz molekulları nə etməyə uşaqlar? Xaotik, yəni nizamsız hərəkət edib, baxın, bu porşeni nə edəcəklər? Yuxarı doğru hərəkət etdirəcəklər. Bu zaman qaz nə edəcək? İş görmüş olacaq. Aydındır? Ümumiyyətlə, işi xatırlayaq, iş nə cür idi? İndi gələn 2 nəfərdən başqa, digərləri bilir də, biz işi tutmuşuq onlara. Təzə gələnlərdən başqa. Biz F qüvvəsi tətbiq edirik. Bu cismi bu qədər məsafə, yer dəyişmə icra etdirəndə nə etmiş oluruq? İş görmüş oluruq. Görülən iş nəyə bərabərdir? F vurulsun, S-ə bərabərdir. Bəs buradakı qazın işi üçün hansı düsturdan istifadə edəcək? Uşaqlar, yenə də qazın olsa, nəyin də olsa fərqi yoxdur. İşi üçün düstur nə olmalıdır? F vur S. Fikir verirsiniz, qaz molekulları hərəkət edərək bu porşenə nələr göstərir? Zərbələr göstərir. F qüvvəsi ilə nə edir uşaqlar? Təsir göstərir və porşeni nə etməyə çalışırlar? Yuxarı qaldırmağa çalışırlar. Bu zaman nə etmiş olurlar onlar? İş görmüş olurlar. İndi bu iş haqqında nə deyə bilərik? Bax, işin görülməsinə səbəb nədir? Molekulların xaotik hərəkət edərək orada nə yaratması? Təzyiq yaratması. Hansı ki, bu təzyiqi sərdən bu cihaza görə təyin edirik. İndi uşaqlar, təzyiqin düsturunu xatırlayaq. P bərabər idi, F bölünsün, S-dir. Buradan F-i tapanda F nəyə bərabər olacaq? P vur S-ə. Razıyıq uşaqlar. S orada nədir? Sətin sahəsi. İndi düzdür. İşin düsturu Fs-dir, bu S-nə. Bu S eyni deyil, bu S yer dəyişmə idi. Məsələn, porşen buradan bura gəlsə, biz S üçün nə deyirik? H deyirik də. Yəni, dolayısıyla burada biz bunu S-i silib nə yazsaq daha yaxşı olar, qarışdırmayaq deyə. H yaza bilərik, FH. Aydındır uşaqlar. F-in yerinə də gətirib, F-in yerinə də var, fikir verirsiniz, F-in yerinə nə yazarıq? P vur S. P vur S vur H. SH bizə nəyi verəcək? Baxın, diqqətlə baxın uşaqlar. Bax, S nədir bu? S, bu həmin o porşen deyə, qapağın nəyidir? Sahəsidir. H-dakı bu hündürlükdür. Fikir verirsiniz, sahəni H-a vuranda həmin bu dəyişən hissənin nəyini alırıq? Həcmini alırıq. Yəni, baxın, bu hissənin nəyini alacaq? V-sini. V niyə bərabərdir? Bu hissənin həcmi SH-a. İndi buradakı biz SH-ın yerinə nə yazacaq? V yazacaq. Onda düstur nə alarıq? P vur V. Uzun sözün qısası yadda saxlayırsınız ki, qazın işi üçün hansı düstur var? İşi üçün PV,
Yəni P delta V. PV-də nəyə bərabərdir? Nu R delta T-yə. Nu R delta T və yaxud da hətta nü-nü açarıq. Kiçik M bölünsün böyük M kimi R delta T kimi düstur yazarıq. Deməli, qazın işinin də düsturu hələ nə imiş? Mendeleev-Clapeyron tənliyinə oxşuyur. Nu R delta T və yaxud da ki P delta V imiş deyəcək. Başa düşdük. Mən indi alınışın göstərdim burada. Alınışın göstərdim Məhəmməd. Alınışın hələ ki öyrənməsən də olar. Əsas son düsturunu əlaqələndirib yadda saxlamağınız lazımdır ki, xatırlayırsınız, biz MKN-də keçdik ki, qazın hal tənliyi var. Qazın halını göstərən tənlik nədir? PV bərabər nRT. Qəbulda 30 sualınızdan ikisi qazla bağlıdır. Qazın da təzyiqi soruşulsa, həcmi soruşulsa, maddə miqdarı soruşulsa, temperaturu soruşulsa və yaxud da hətta məsəl üçün bu nü-nü açsaq, deməli PV bərabər nü-nü yerinə M böl MRT yazsaq, fikir verirsiniz, kütləsi soruşulsa, molyar kütləsi soruşulsa, lövhəyə baxaq, lövhəyə bax, lövhəyə bax. Kütləsi soruşulsa, molyar kütləsi soruşulsa, nəyi yazacaq? Bu hal tənliyini yazacaq. Buna nə deyirik həm də? Mendeleev-Clapeyron tənliyi. Və hətta dedik ki, biz əgər daxili enerji soruşulsa, qabağını nə atırıq? 2-də 3. Daxili enerji soruşulsa, qabağını 2-də 3 atırıq. Onda isbatını verdik ki, hardan gəldi o 2-də 3. İndi biz təzə öyrənmiş olduq ki, işin düsturunu da soruşsalar, qaz və onun işi soruşsalar, nə atırıq? P delta V və yaxud da ki, nü-R delta T düsturunu istifadə etmiş olacaq. Aydındır uşaqlar. Problem yoxdur. İndi uşaqlar, bax, qazın işini, yəni artıq qazın işi deyəndə söhbətin nədən getdiyini bilirsiniz də. Qapalı qabdır, qaz molekulları xaotik hərəkət edir. Zərbələr endirərək porşeni yuxarı qaldırmağa çalışırlar və nə etmiş olacaqlar? İş görmüş olacaqlar. İndi uşaqlar, əsas məsələ, bu qazın işi sizdən soruşula bilər. Müsbət və yaxud da mənfi olmasını nəyə görə təyin edəcək? Qaz molekullarının məqsədi nədir uşaqlar? Porşeni yuxarı qaldırmaq. Əgər porşen yuxarı qalxsa, qazın işini müsbət götürəcəksiniz. Və qaz molekulları porşeni yuxarı qaldırmağa çalışır. Amma ki, porşen aşağı düşsə, qazın işini nə götürəcəksiniz? Mənfi götürmüş olacaqsınız. Aydındır uşaqlar. Deməli, baxın, bir daha deyirəm. Deməli, porşen yuxarı qalxsa, porşenin yuxarı qalxması nə deməkdir uşaqlar? Həcmin artması. Çünki məsələ həllində demir ki, porşen yuxarı qalxır. Nə deyir? Bax, porşen yuxarı qalxanda nə olur uşaqlar? Həcm artır da, elə deyil? Həcm artır. Həcmin artdığını görsəz, həcm nə idi? V. V artırsa, qazın işini, yeri gəlmişkən arşdırıqla işarə edəcəksiniz. Qazın işini nə götürəcəksiniz? Müsbət. Əgər porşen aşağı düşsə, yəni aşağı düşürsə nə olur? Həcm azalır. Onda qazın işini nə götürəcəksiniz? Mənfi götürmüş olacaqsınız. Aydındır uşaqlar. Deməli, porşen yuxarı qalxsa, qazın işini nə götürəcək? Müsbət. Porşen aşağı düşsə, qazın işini nə götürmüş olacaq uşaqlar? Mənfi götürmüş olacaq. Sonra uşaqlar, siz burada onu bilməlisiniz ki, məsələn, nə olsun? Qazla yanaşı bu porşenin üstündə nə var? Atmosfer molekulları var da. Bu porşenlə yanaşı üzərində nə var? Atmosfer molekulları var. Əslində atmosfer də nədir uşaqlar? Qazdır da. Atmosfer molekulları Firdovsi nə etməyə çalışır? Bu porşeni aşağı endirməyə çalışır. Qaz molekulları nə etməyə çalışır? Bu porşeni yuxarı qaldırmağa çalışır. Uşaqlar, bax, atmosfer də qazdır əslində, amma ona qaz deməyəcək. Kənar qüvvələr yazılır kitabda. Atmosferin işini kənar qüvvələrin işi kimi götürəcək. Bax, kənar qüvvələrin işini ayla, bu içərisindəki götürdüyümüz neon qazının işini isə arşdırıqla işarə edəcək. Qazın işi arşdırıq olacaq. Bunu elə düşünün ki, qaz molekuludur. Qazın işi arşdırıqdır. Yuxarısındakı atmosferin işi isə A ilə işarə olunur. Əgər, məsələn, qazın işi 5 joulsa, kənar qüvvələrin işini uşaqlar elə 5 joula bərabər eləyəcəksiniz. Sadəcə olaraq birinin işi müsbət 5 isə, o birinin işi mənfi 5 olacaq. Yəni, məsələn, qazın işi, deyək ki, mənfi 17-də, onda atmosfer molekullarının işini müsbət 17 götürəcəksiniz. Yəni, həm qazın işini, həm atmosferin işini nə ilə hesablayacaq?
P delta V və yaxud da ki, Newyer delta T ilə hesablayacaq. Qiymətcə bərabər, deməli, işarəcə bunlar bir-biri ilə necə olacaq? Əks olmuş olacaq. İndi bəs hardan biləcəksiniz atmosfer müsbətdir, qaz müsbətdir, atmosfer mənfidir, qaz mənfidir? Heç bir şey. Biz dedik ki, portion yuxarı qalxanda həcm artırsa qaz məqsədinə çatıb, deməli, nə olacaq? Qazın işi müsbət olacaq. Portion aşağı düşsə nəyin işi müsbət olacaq? Əlbəttə ki, atmosfer molekülləri öz məqsədinə çatıb olan işi müsbət olacaq. Başa düşdük uşaqlar? Problem yoxdur. Qaranlıq qalmadı. Əla. Deməli, qazın işi müsbət olanda, qazın işini müsbət götürsək, atmosferin işini nə götürəcək? Mənfi. Qazın işini mənfi götürsək, atmosferin işini nə götürəcək? Müsbət götürmüş olacaq. Təsəvvür canlandı uşaqlar ki, qazın işi deyəndə söhbət nədən gedir? Problem yoxdur ki. İndi xüsusi qeydlərdən danışaq. Gəlin, bəzi xüsusi qeydlərdən danışaq. Məsələn, məsələ həllərində nələrə diqqət etməlisiniz? Deməli, məsələn, sizə məsələ həllində verilə bilər ki, P-nin V-dən asılı qrafiki verilər. P-nin V-dən asılı qrafiki verilər. Qrafik nə olur olsun? Deməli, işi tapmaq üçün nə etməlisiniz? Həmin qrafikin altda qalan fiqurun sahəsini tapmalısınız. Bax, işi tapmaq üçün nəyi? Bu fiqurun nəyini uşaqlar? Sahəsini tapmağınız lazımdır. Bu fiqurun nəyini? Sahəsini tapmağınız lazımdır. İş nəyə bərabərdir? Deməli, S fiqurun sahəsinə. Nöşün. Çünki xatırlayırsınız, ilk dərsimizdə biz keçmişdik. V-nin T-dən asılı qrafiki veriləndə S nəyə bərabərdir VT-yə? Nə zaman V-nin T-dən asılığı veriləndə qrafik nə olur olsun? Altda qalan fiqurun sahəsi nəyə bərabər idi? Yola bərabərdir. Və yaxud da ki, F-in S-dən, X-dən asılığını verirdilər. F-in S-dən asılığı veriləndə iş nəyə bərabər idi? F-ə. Xatırlayırsınız, F-in S-dən asılığı veriləndə iş nəyə bərabərdir fiqurun sahəsinə? Elə deyil. İndi bu məntiqlə belə yanaşa bilərik. Madəm ki, qazın işi üçün P, V deyə düstur var. Bizdə uşaqlar P-nin V-dən asılığı verilsə, işi tapmaq üçün altda qalan fiqurun sahəsini tapmalıyıq. Başa düşdük uşaqlar. Problem yoxdur. Qaranlıq qalmadı. Bax, çalışma əlində sizə P-nin V-dən asılığı verilsə, iş soruşulsa, nəyi tapacaqsınız? Fiqurun sahəsini tapacaqsınız. Aydındır uşaqlar. Yəni, fiqur nə verilir, verilsin. Sonra, başqa nə soruşula bilər? Məsələn, burada elə saxlayaq. Deməli, bax, soruşular ki, bu qazın işi müsbətdir ya mənfi? Nəyə görə təyinləyəcəksiniz? Burada ox veriləcək. Görsəz ki, ox görürsünüz, uşaqlar, V get-gedə oxa görə nə olur? V get-gedə artır da. V artanda qazın işi nə olurdu, uşaqlar? Müsbət. Əgər oxun istiqaməti belə olsaydı, V-yə baxın, get-gedə qiyməti nə olur? Azalır da. Məhəmməd, başa düşürsən, niyə belə də azalır, belə də artır? Hə, o ədəd oxunur. Sən başa düşürsən, adın nə oldu? Başa düşürsən, bu oxa görə niyə artır? Bax, atan, söhbət nədən gedir? V-dir də ədəd oxudur. Bu hissəsi nədir? Sıfırdır. Belə sağa getdikcə 1, 2, 3, 4, 5 və s. İndi oxun istiqamətini belə göstərəndə tunar. Fikir versən 2-dən 3-ə, 3-dən 4-ə, 4-dən 5-ə doğrudur. Yəni, get-gedə V nə olur? Artır. Başa düşürsən? Bu istiqamətin belə göstərəndə get-gedə V nə olur? Azalır. Biz oxun istiqamətinə görə qazın işinin müsbət mənfi olmasını təyin edirik. Bildin də, bayaq V artanda qazın işi müsbət idi, V azalanda mənfi idi. İndi qazın işi nə olacaq? Mənfi. Nöşün? Çünki V get-gedə azalır. Problem var uşaqlar. Sonra bizdən belə bir sual tipi soruşula bilər. Məsələn, fiqurumuz belə verilir adətən. Yenə də P-nin V-dən asılığıdır. P-nin V-dən asılığı veriləndə iş fiqurun sahəsinə bərabərdir. Sadəcə olaraq uşaqlar və qapalı bir fiqur verilə bilər. Qapalı fiqur veriləndə qazın işini tapmaq üçün elə qapalı hissənin sahəsini tapacaqsınız. Bax, bu fiqurun sahəsini tapacaqsınız. Lövhəyə baxaq. İş nəyə bərabərdir? Bax, bu hissənin sahəsinə, S fiqurun sahəsinə bərabər olmuş olacaq. Yenə də işi tapmaq üçün o qapalı hissənin nəyini tapacaqsınız? Amma indi diqqət edin, burada bir şey var.
Məsələn, sizdən sorsalar ki, qazın işinin müsbət mənfiliyini nəyə görə təyin edəcəksiniz? Baxın, deməli, siz baxacaqsınız uşaqlar. Məsələn, oxlara baxacaqsınız. Əgər oxlar saat əqrəbi istiqamətində hərəkət edirsə, saat əqrəbi istiqamətində hərəkət edirsə, saat əqrəbi istiqamətində hərəkət edirsə, qazın işini müsbət götürəcəksiniz. Qazın işi müsbət olanda atmosfer molekulanın işi mənfi olacaq. Oxlara baxacaqsınız uşaqlar. Oxlar əgər saat əqrəbinin əksinə doğru hərəkət etsələr, yəni beləncə hərəkət eləsələr, fikir verirsiniz, saat əqrəbinin nəyinə gedirlər? Əksinə gedirlər. Onda, saat əqrəbinin əksinə olanda qazın işini nə götürəcəksiniz? Mənfi. Atmosferin işini isə nə götürəcəksiniz? Müsbət. Bax, bir daha deyirəm, burada rahat idi də göstərirdik. P-nin V-dən asılığında, P-nin V-dən asılığını. Qrafik belə bir şey veriləndə, baxırdıq, V artırsa qazın işi müsbətdir. V azalırsa, danışmayaq, qazın işi nədir uşaqlar? Mənfidir. V artırsa, qazın işi müsbət. V azalırsa, qazın işi nədir? Mənfidir. V artırsa müsbət, azalırsa mənfidir. Burada belə. Amma qapalı fiqur veriləndə, baxırıq, oxlar saat əqrəbi istiqamətindəsə qazın işi müsbət, atmosferin işi mənfidir. Oxlar saat əqrəbinin əksinəsə qazın işi deməli mənfi, atmosferin işi müsbətdir. Problem yoxdur. Sürətlə danışmıram ki, uşaqlar. Əla. Bu bizim testlər zamanı qabağımıza çıxacaq mühüm qeydlərdir. Mən sizə 26 dənə qeyd keçmişəm, atmışam daha doğrusu. Bax, o qeydlərin izahlarıdır. Problemli bir şey var, Nahid başa düşürük inşallah. Problem var. Ravan, sən başa düşürsən? Əla. İndi uşaqlar, sizə belə bir sual düşsə, çox maraqlıdır, cavablaya biləcəkmi? Deməli, mən sizə deyirəm, siz tez olun, WhatsAppda cavab yazın, görün mənə. Sual budur. Sizdən sorsalar ki, izoxor prosesdə qazın işi nə cür təyin olunacaq? İzoxor prosesdə qazın işi nə cür yazarıq uşaqlar? İzoxor prosesdə qazın işi deyə bilərik? Yazaq, WhatsAppda yazın cavab. İzoxor prosesdə qazın işinin düsturu. İzoxor prosesdə qazın işinin düsturu. Bir dəqiqə vaxt fikirləşin və işi düsturu. Maraqlı cavablar gəlir artıq. İzoxor prosesdə artıq düz cavablar var. Qazın işini nə cür təyin edərik? Qazın işi haqqında nə deyə bilərsiniz? Bir xatırlayın, qazın işi və izoxor proses. İzoxor proses verilsə, yəni V-nin kos qaldığı proses verilsə, qazın işi haqqında nə deyə bilərsiniz? Yekunlaşdırın. Əla, gözəl cavablar var. Əla, nə gözəl. Baxaq. Deməli, uşaqlar, məsələn, Nigar yazıb olmuş, Rəvan 0, Elmir, bax, qazın işi üçün çoxsu düz cavab yazıb. Əla. Deməli, baxaq. Ulduz düz yazıb, iş görmür, xəyal düz yazıb və s. İndi uşaqlar, bura baxın, qazın işi üçün. Qaz iş görür. Biz nə dedik? Qazın işi deyəndə söhbət nədən gedirdi? Bayaqları dedik də, qaz molekulları xaotik hərəkət edək, porşeni nə edir? Yuxarı qaldırır. Elə deyil? Və yaxud aşağı enirsə, mənfi iş görür və s. İndi uşaqlar, A üçün biz düstur olaraq nə dedik? A nəyə bərabərdir qazın işi? Görürsünüz, təzyiq çoxalıb, qaz qapağı partladı. İndi uşaqlar, diqqət edin, qazın işi üçün biz nə yazırıq? P delta V. Əgər izoxor prosesdə danışırıqsa, izoxor prosesdə V kons qalırsa, yəni dəyişmirsə, delta V nəyə bərabər olacaq? 0-a. Delta V-nin yerinə 0 qoyanda işi üçün nə olacaq? 0. Yəni, əgər fikir verirsiniz, uşaqlar, fikir verirsiniz, izoxor proses o deməkdir ki, bax, məsələn, burada saxlayaq, izoxor proses o deməkdir ki, yəni V kons qalıb. Qaz molekullarının porşeni nə yuxarı qaldıra bilib, nə də atmosfer molekulları porşeni aşağı indirə bilməyib. Yəni, iş nə edilməyib, görülməyib. Uzun sözün qısası, əgər testdə görsək ki, izoxor prosesdən söhbət gedir, yəni yazılıb ki, nələr yazıla bilər? Deyilir ki, testdə izoxor prosesdə. İzoxor proses sözü yazılmaz, deyər ki, verilmiş
həcmdə, çünki verilmiş sözündən sonraki kəmiyyət nə qalırdı? Sabit. Verilmiş həcm deyirsə, nə sabit qalır? V constant. İzoxor deyirsə, nə sabit qalır? V constant. Hə, heç kəs yerdən deməsin. Bunu da WhatsApp-da mənə cavabını yazın görün. Başqa nə yazsalar işi 0 götürəcəksiniz. Bax, ikisinin qız olmasaydın ölmüşdün. Hə, danışmayaq. Yerdən danışmayın. Deyirəm, sonra danışırsınız. Olmaz. WhatsApp-da cavabını yazın. Sual budur ki, qulaq asmağa çalışın, danışmayın. Sual budur ki, dedim ki, izoxor prosesdə verilmiş həcm sözünü görəndə qazın işini 0 götürəcəksiniz. Bəs başqa nə yazıla bilər? Məsələnin həllində başqa nə yazıla bilər? Danışmayın. Baxın, cavablayan olacaq. Məsələnin həllində başqa nə yazıla bilər? Baxın, cavablayan yazıla bilər. Ya, bir dənə Allah qulu düz yazmayıb. Ağzınıza gələn yazmışsınız. Hə. Rəvan ümumiyyətlə getdi. Şükür Allaha, biri gəldi. Nazlı gəldi, düz cavab yazdı. Danışmayaq yerdən deyirəm də. Deməli, uşaqlar, baxın. Deməli, yazanlara baxaq. Deməli, baxın uşaqlar, Şarl qanununun ödənildiyi sistemdə, yəni Şarl qanununun ödənildiyi, Şarl qanunu nə deməkdir? V sabit qalır. Biz nə demişik? Ya V sabit qalır söz yazılar, ya izoxor sözünün özü yazılar, ya da ki, deyər ki, Şarl qanununun ödə. Şarl qanunu nə idi? İzoxor prosesi idi də, yəni. Hədə. Qazdan söhbət gedir də. Qazın sürəti 0 olarsa, əlbəttə o qaz haqqında danışmayacaq artıq. Əlbəttə, bu da maraqlı yanaşmadır, amma əsas Şarl qanunu bizim üçün önəmli idi. Nə deyirik uşaqlar? Şarl qanunu deyəndə V nə qalır uşaqlar? Cons qalır. V cons qalır. Yəni Şarl qanunu nədir? İzoxor prosesidir. Elə deyil uşaqlar? Onda Şarl qanununun ödənildiyi deyəndə qazın işini nə götürəcək uşaqlar? Qazın işini burada 0 götürmüş olacağıq. Problem yoxdur. Başa düşdük bunları. Aydın olmayan, qaranlıq qalan bir məqam var. Əla, deməli uşaqlar, biz qazın işi haqqında kifayət qədər danışmış olduq. P delta V-dən falan danışdıq. Niyə P delta V olduğunu da dedik və yaxud da Niyə delta T-ni. Dedik ki, o çıxarışı öyrənməsək də ən azından Mendeleev-Clapeyron tənliyi ilə yadda saxlayın ki, qazın halını göstərən tənlik Mendeleev-Clapeyron tənliyidir. Qabağına 2-də 3 atanda bunların daxili enerji dəyişməsi olur. V-nin qabağına və yaxud da T-nin qabağına delta işarəsini atanda nəyin tənliyi olur? İşin, qazın işinin göstəri olur. Və qazın işini nə zaman müsbət, kənar qüvvələrin işini nə zaman mənfi, müsbət və s. onlar haqqında danışdıq ki, hansı situasiyada qazın nə cür işini təyin edəcək. Bax, bunu yadınızda saxlayın. Bir qısa qeyd də deyim sizə. Adiabat sistem və adiabat proses. Adiabat sistem nədir? Uşaqlar, ətraf mühitlə istilik, yəni enerji alış-verişində olmayan, yəni kənardan nə o sistemə istilik daxil olmur, nə də ki, içəridəki istilik çölə çıxmırsa, bu cür sistemi adiabat sistem deyirlər. Bax, buradakı prosesləri də adiabat proseslər deyirik. Bax, bu cümləni yazınızda saxlayın. Əgər bir sistemdən çölə istilik getmirsə, çöldəki istilik içəri girmirsə, bu cür sistem və yaxud da bu cür proses nə cür proses adlanır, nə cür sistem adlanır? Adiabat sistem adlanır. Bizim termodinamikanın 3 dənə məşhur qanunu var. 3 dənə mühüm qanunu var. Bunlar termodinamikanın birinci, ikinci və üçüncü qanunlarıdır. Termodinamikanın birinci, ikinci və üçüncü qanunlarıdır. Nədir bu termodinamikanın birinci, ikinci və üçüncü qanunları? Nədir bu birinci və ikinci, üçüncü qanunlar? Biz əslində birinci qanun haqqında danışdıq, ona görə üçüncü qanundan başlayaq. Görək, köhnə şagirdlər xatırlayırmı? Əlin qaldırsın, yerdən danışmayın. Termodinamikanın üçüncü qanunu nədir?
Nazlı xatırlayırıq. Xəyal, Firdovsi. Hə? Temperatur almaq deyəndə bazarda satılırmı? Nətər yəni? Bahadır, yoxsa onu nəyi almaq mümkün deyil onda? 0 Kelvini almaq mümkün deyil. Yəni təbiətdə 0 Kelvin temperatur yoxdur. Termodinamikanın 3-cü qanununda deyilir ki, 0 Kelvin temperatur yoxdur. Və uzun-uzadı danışmırıq. Bir dənə cümlədir. Təbiətdə 0 Kelvini almaq mümkün olmur. Belə desək düzgün çıxır. Aydındır? Yəni bu nə deməkdir? Yəni sən 0 Kelvinə yaxınlaşa bilərsən. Məsələn 0,1, 100-də 1, milyonda 1 Kelvin deyə bilərsən. 0 tam belə deyə bilərsən. Amma 0,000 belə bir Kelvin temperatur yoxdur. Aydındır uşaqlar? 3-cü qanunda deyilir ki, deməli 0 Kelvin temperaturu yoxdur. Bu 3-cü qanundur. 2-ci qanun nədir? İstilik prosesləri bir istiqamətlidir. Bir istiqamətlidir. Bu nə deməkdir? Bax, bununla bağlı 2 dəfə qəbula gözəl bir sual düşüb. Birini izah eləyək. Baxın, deməli, belə bir cisimlər verilib. Deməli, 3 dənə cisim verilib. A cismi, B cismi və C cismi. Və deyilir ki, istilik axınının istiqamətləri göstərilib. Yəni, buradan bura, buradan bura, buradan da bura. Deyilir ki, temperaturlarını müqayisə edin. A, B və C cisminin nəyini? Temperaturlar. Necə tam? Ən çox C-də də A ilə B-də bərabərdir. Nüşün? Hansında da ən çox? A-dadır. Ən azdakı nədədir? C-də. Bax, nüşün. Bax, ən çox A-dadır. Yəni, biz nə deyəcək? Deyəcək ki, A-nın temperaturu nədir? Ən çoxdur. Bəli. Hə? Hara gedirik? Mən də gəlirəm. Nədə aparırsınız? Yeyib içmək isə biz də gedirik. Hə. Gedə bilərsiniz siz. Amma digərləri qulaq assın. Mən çünki dərsi tam deyəcəm. Bu nöş yazmadı. Yazmadıq. Seçirik, amma yazmadıq. Bax, yazmadı. Danışmadan çıxın. Videozaq götürün. Ay. Qələmimiz yazmadı. Ha, yazdı. Hə. Bu yazmır. Bu nöş yazmır ki. Nöş belə oldu. Hə, baxın, bu izah edim, sonra qələmi həll edərik işini. Bir dənə bura baxın. Ən böyük temperatur TA-dadır. Sonra TB, sonra TC-dədir. Niyə? Çünki uşaqlar, fikir verirsiniz, istiliyin istiqaməti A-dan hara doğrudur? B-yə. Deməli, A-da temperatur nədir? A-da temperatur nədir uşaqlar? Çoxdur ki, A-dan nəyə gedib? B-yə. Həm də A-dan hara gedib temperatur? C-yə. Belə çıxır ki, A-da temperatur çoxdur ki, həm A-dan B-yə gedib, həm də hara gedib uşaqlar? C-yə. Bax, sonra temperatur hardan hara axıb? B-dən C-yə. Belə çıxır ki, B-də də temperatur nədən çoxdur? C-dən çoxdur ki, temperatur B-dən C-yə gedib. Hə, bu belə. Bizim niyə durduq yerə? Qələmimiz belə oldu. Hə?
Xeyr, bağlanmış. Olsun, bu qələmlə yazarıq. Deməli, TA-da temperatur nədir? TB-dən böyük və TC-də temperatur TB-dən nədir? Kiçik olacaq. Bu hissəni başa düşdük. Çünki istilik prosesləri bir istiqamətlidir. Həmişə çox olandan hara doğru gedir uşaqlar? Aza doğru nə baş verir? Temperatur axını baş vermiş olur. Ona görə də nə deyirik? Deyirik ki, istilik prosesləri nə cürdür uşaqlar? Bir istiqamətlidir. İstilik prosesləri bir istiqamətlidir. Problem yoxdur uşaqlar. Termodinamikanın əslində birinci qanunu bayaq danışmışdıq. Birinci qanunda deyilirdi ki, bir cismin daxili enerji dəyişməsi ona verilən istilik miqdarı ilə onun üzərində görülən işin nəyinə bərabərdir? Cəminə. Siz bilirsiniz ki, A-nın işi əks işarə ilə A'-ın işinə bərabərdir. Biz A-nın işini müsbət götürəndə A'-ın işini nə götürürdük? Mənfi. Onda A'-ı nəzərə alsaq, delta O bərabərdir. Q çıxılsın A' kimi də nə yaza bilərik? Yaza bilərik. Yəni A-nın yerinə qazın işini qoysaq, onda Q çıxılsın A' kimi də nə edə bilərik? Yaza bilərik. Bu da termodinamikamızın bizim 3 mühüm qanunudur. İndi uşaqlar, deməli, belə deyək, biz bugün daha çox danışdıq termodinamika haqqında. Termodinamikada sonra bilməli olduğumuz qeydlərdən biri də nə idi? Deməli, iki maye verilirdi. Qarışığın, maye qarışığının son temperaturu üçün bir düstur yazırdıq. Məsələn, deyək ki, yox. Deməli, deyək ki, maddə götürürük və fərz edək ki, bu su olsun, deyək ki, sudur. Bilirik, sudur. Bir də bir qab kerosin götürürük. Bir qab da kerosin götürürük. Kerosin götürürük. Bunlar video uzaq olsun deyə bunları qeyd edeyim. Bunları bir qabda qarışdırırıq. İndi əsas məsələ nədir? Burada sizdən xatırlayırsınız, nə idi? Qarışığın son temperaturu, tetanı təyinləmək. Məsələn, bunun temperaturu T1, bunun temperaturu danışmayaq. Onsuz da birazdan valideynlər qrupunu açacağım, qeydlər aparacağım, nəzərə alın. T1 bunun temperaturunu, T2-ni bunun temperaturu, yəni sonuncu temperaturunu teta götürək. Bu tetadır, uşaqlar, o ortadan xətt tetadır. Bu sonuncu temperaturu nə cür təyin edirik? Düsturumuz belə idi. S1M1 T1, indi alınışını deməyəcəm. Üstə gəlsin S2M2 T2. Bölünsün nə idi uşaqlar? S1M1 üstə gəl S2M2 şəklində idi. Yəni, məsəl üçün, bu cismin deyək ki, kütləsi M1-dir, bu cismin kütləsi M2-dir. Bu cismin əlbəttə özünün xüsusi istilik tutumu var S1. Bu cismin, yəni bu cisim deməyək, bunlar nədir? Mayedir də. Bu mayenin xüsusi istilik tutumu var S1, bu mayenin xüsusi istilik tutumu var S2. Yəni, bunun S1M1 T1-nin üstünə, bunun S1M2 T2-sini gəlib, bunun S1M1-nə, bunun S2M2-sini toplayıb, nisbətini tapdıqda bu qarışığın nəyini? Sonuncu nəyini? Temperaturunu almış olardıq. Aydındır? Problem yoxdur uşaqlar. İndi əsas məsələ nədir? Desələr ki, buradakı maye ilə buradakı maye eynidir. Yəni, kerosin deyil, bu da elə sudur. Kerosin deyil, bu da elə nədir uşaqlar? Sudur desələr. Kerosin deyil, bu da elə nədir uşaqlar? Sudur desələr. Əlbəttə ki, bunların S-ləri nə olacaq? Bir-birinə bərabər olacaq. Daha artıq bura S1M1 deməyə ehtiyac yoxdur. S-lər buradan təsəvvürün ixtisar gəlsə hər tərəfdən. Onda teta üçün düstur nə olacaq? Teta nəyə bərabər olacaq? M1 T1 üstə gəl M2 T2 bölünsün M1 üstə gəl M2 şəklində olmuş olacaq. Hətta uşaqlar, eyni növ maye dediklərinə görə M-i açarıq nə cür? ROV ilə. Çünki siz bilirsiniz də M-i nə cür aça bilirik? ROV ilə.
M1-in yerinə ρ1 V1 T1 yazsaq, M2-nin yerinə ρ2 V2 T2 yazsaq, M1-in yerinə ρ1 V1, M2-nin yerinə də ρ2 V2 yazsaq, fikiriz eyni maye desək, r'lar da eyni olacağına görə, r'ları da ixtisar aparıb buradan V1 T1 üstəgəl V2 T2 bölünsün V1 üstəgəl V2 deyə düsturda nə etmək olar? Yazmaq olar. Bu da nədir? Qarışığın, maye qarışığının sonuncu temperaturu ilə bağlı qeyd. Biz bir şeyi də danışaq, 3 dənə düsturumuz qaldı, onları haqqında da danışaq, sonra başlayaq sual-cavaba. Söhbət nədən gedir? Bir cismi uşaqlar, əritmək üçün lazım olan istilik miqdarı var. Əritmək üçün lazım olan istilik miqdarı. Bir cismi buxarlandırmaq üçün lazım olan istilik miqdarı var. Bir cismi yandırmaq üçün, buxarlandırmaq, mən də tam yazmayaq, yandırmaq üçün lazım olan istilik miqdarı var. İndi uşaqlar, əritmək, buxarlandırmaq, yandırmaq üçün lazım olan nə var? İstilik miqdarı var. İstilik miqdarı Q hərfi ilə işarə olunur. Əritmək üçün lazım olan istilik miqdarı, bir cismi əritmək üçün lazım olan istilik miqdarı nə cür ifadə olunur? Lambda M ilə ifadə olunur. Elə deyil. Bir cismi buxarlandırmaq üçün lazım olan istilik miqdarı isə Q bərabərdir LM ilə ifadə olunur. Yandırmaq üçün lazım olan istilik miqdarını isə QM ilə təyin edirik. Baxın uşaqlar, buradakı M əriyən, buxarlanan və yaxud da ki, yanan cismin nə idi uşaqlar? Kütləsidir. M-lər nədir burada? Kütlədir. Buxarlanan, əriyən, yanan cisimlərin kütləsidir. Bu isə buxarlandırmaq üçün, yandırmaq üçün, daha doğrusu buxarlandırmaq üçün, əritmək üçün, yandırmaq üçün lazım olan nədir uşaqlar? İstilik miqdarıdır. Bəs lambda nədir? Lambda uşaqlar 1 kiloqramlıq cismi əritmək üçün lazım olan istilik miqdarıdır. Siz bilirsiniz ki, məsəl üçün, alüminiumu, 1 kiloqram alüminiumu əritmək üçün fərqli istiliyə ehtiyacı var. Feriumun fərqli maddələr, ayrıca plastik materialı fərqli temperaturda, fərqli istilik miqdarı lazımdır əritmək üçün. Yəni, maddənin növündən asılı olaraq onu, məsələn, adicə suyu buxarlandırmaq üçün fərqli temperatura ehtiyacı var. Deyək ki, spirti buxarlandırmaq üçün fərqli. Yəni, bir cismi kağızı yandırmaq üçün fərqli temperatura ehtiyacı var. Taxtanı yandırmaq üçün fərqli. Hər bir cismin xüsusi ərimə istiliyi, xüsusi buxarlanma istiliyi, xüsusi yanma istiliyi var. Xüsusi ərimə istiliyi, xüsusi buxarlanma istiliyi və xüsusi yanma istiliyi. Deməli, bunlar nə oldu? Xüsusi ərimə istiliyi, xüsusi buxarlanma istiliyi və xüsusi nə? Yanma istiliyi. Bunlar nədən asılı idi? Yalnız növdən. Düzdür, lambda bərabərdir Q bölü M yazıb, uşaqlar, və yaxud da ki, L bərabərdir Q bölü M yazıb və yaxud da ki, Q bərabərdir Q bölü M yazıb. Siz deyə bilməzsiniz ki, Q ilə düz, M ilə tərs asılır. Biz demişdik ki, qeyd olaraq, bir ki, kəmiyyətin adında xüsusi sözü varsa, xüsusi istilik tutumu deyirik. Məsələn, kiçik C nədən asılıdır? Sadəcə maddənin növündən. Xüsusi ərimə istiliyi nədən asılıdır? Növdən. Xüsusi buxarlanma istiliyi L nədən asılıdır? Növdən. Xüsusi yandırmaq istiliyi Q nədən asılıdır? Deməli, növdən. Hətta biz keçəcəyik xüsusi müqavimət. O da nədən asılıdır? Deyəcəyik maddənin növündən asılıdır. Məsələn, xüsusi ərimə istiliyi üçün, xüsusi buxarlanma, xüsusi yandırma istiliyi üçün vahid olaraq yazsaq, joule bölünsün nə yazarıq? Kiloqram. Joule bölünsün nə yazarıq? Kiloqram. Joule bölünsün nə yazarıq? Kiloqram yazmış olarıq. Başa düşdük uşaqlar. Problem yoxdur. Qaranlıq qalan bir şey yoxdur. İnşallah növbəti dərs sizdən bunu başdan ayağa